Uşaqlar, hər vaxtınız xeyir. Bugün mən sizlərə İsmayıl Şıxlı yaradıcılığını və Namərd Gülləsi əsərinin təhlili haqqında danışacağam. İsmayıl Şıxlı yaradıcılığına Qazax Pedaqoji Texnikumunda oxuyarkən şeir yazmaqla başlayıb. O ədəbi növün iki janrında, yəni iki növündə yazmışdı, epik və lirik növlərdə. Cəbhə gündəlikləri adlı əsərində keçdiyi döyüş yolundan bəhs eləmişdir. Müharibə mövzusunda yazdığı hekayələri, konserv qutuları, həkimin nağılı, səhəri gözləyirdi, Kerç sularında haralsan, ay oğlan. Cəbhə gündəlikləri əsəri müharibə zamanı bir əskərin səngərdə yazılmış gündəliklərindən ibarətdir. Bu əskər müharibənin bütün ağırlıqlarını çəkir, hər gün düşmənlə amansız döyüşə girir, lakin qəddarlaşmır. Qəlbindəki həyat eşqi, mərhəmət duyğusu sönmür, gələcəyə ümidlə baxır, mərd və cəsurdur. Keçdiyi döyüş yolunun salnaməsini müntəzəm yazır. Gənc olsa da həyata, insanlara müdrik nəzərlərlə baxır. Müharibənin bütün çətinliklərinə dözür, qələbəyə inanır. Müharibə mövzusunda yazdığı digər hekayələrdən isə Mənim rəqibim və Köynək hekayəsidir. Ayrılan Yollar romanı 1957-ci ildə şəxsiyyətə pərəstişin ifşa olunduğu, repressiyaların başa çatdığı dövrdə yazılıb. Ayrılan yollar adından elə məlumdur. Cəmiyyət, insanlar yol ayrıcında idilər. Roman bu dövrün çətinliklərini əks etdirir. Bu əsərdə həllini gözləyən məsələlər də əks olunmuşdur. Stalinizmin yaratdığı qorxu, vahimə ab-havasını qoruyub saxlamağa cəhd edənlər kolxoz sədri, Kosaoğlu, onun qohumları, həmçinin prokuror Əsədovun təmsil etdiyi qüvvələrdir. Onlarla barışmayan isə aqronom İmran, manqa başçısı Zeynəb, Kərim kişi və Nəsib dayı idi. Bu qüvvələrin mübarizəsində konflikt yeniliyi seçənlərin qələbəsi ilə bitir. Sonrakı illərdə yazdığı əsərlər isə Məni itirməyin əsəri 1984, Namərd Gülləsi 1991-ci il kitablarında toplanılan hekayələr Mənim rəqibim, Mələkə xala, Qızıl İlan, Namərd Gülləsi, Təyyarə gecikir, Namus qaçağı, Görüş, Deputat, Sapı özümüzdəndirdi. Bu hekayələri müəllif oxucuya milli mənəvi dəyərləri göz bəbəyi kimi qorumağın və yeni nəslə ötürməyin vacibliyindən danışır. Ölüləri qəbristanda bastırın 1990-cı hekayəsində Şəmstan ağanın, Ölən Dünya 1995 romanında Halay bəyin taleyi, əməlləri timsalında həyatın bütün mərhələlərini əks etdirmiş əyilməzlik, mərdlik, ləyaqət, namus, cəsarət kimi kökdən gələn dəyərlərdən söz açıb. Bununla belə də İsmayıl Şıxlının ən böyük yaradıcılıq nailiyyəti isə Dəli Kür romanıdır. Bunu ayrıca izahını verəcəyəm. İndi isə mən Namərd Gülləsi əsərini izah eləmək istəyirəm. Onu izah eləyəndən sonra mən Dəli Kürə ayrıca videoda izahatını verəcəm. Bir dəqiqə. Deməli, Namərd Gülləsi. Gəlin bir yerdə təhlilinə baxaq. Deməli, Namərd Gülləsi nəsrlə yazılıb, həcmi kiçikdir, ədəbi növü epikdir, janrı isə hekayədir. Əsərdə qaldırılan məsələlər mərdlik və namərdlik, xeyirxahlıq və vədxahlıq kimi anlayışların qarşılaşdırılmasıdır. Müəllifi ömür boyu düşündürən düzlükdür, xeyirxahlıqdır, doğruluqdur, milli mənəvi dəyərlərin qorunub saxlanılmasıdır. Və bu da Namərd Gülləsidir. Ümumiyyətlə, burada biz hekayədə görürük ki, iki dünya görüşü, iki həyat mövqeyi qarşı-qarşıya qoyulub. Bu iki həyat mövqeyi iki müxtəlif qütbü təmsil edən obrazlar vasitəsilə çatdırılır. Əsərdəki obrazlar Niftalı və Kərəm mərdliyinin, düzlüyünün, sözü bütövlüyünün, xeyirxahlığının, yardımsevərliyinin, insani münasibətini, ehtiyatlının timsalı kimi təsvir olunur. Niftalı və atası onlara pənah gətirən kimsəsiz və dilənçi kökündə olan mürşidə yardım edir, ona arxa kömək olurlar, onu ev-eşik sahibi edirlər. Mürşid isə namərdliyin, əyriliyin, bədxahlığın, qudurğanlığın, alçaqlığın, qorxaqlığın timsalındadır. O ailə qədri bilmir, verdiyi sözü yada salmır, edilən yaxşılığı vecə almır, keçmişini bilməyən, əsli nəcabəti olmayan qədr bilməz adamdır. Ona yaxşılıq etmiş, ona ev-eşik yiyəsi etmiş adamı qəsdən öldürür, onun qatilinə çevrilir. Dili bilir ki, sadədir, aydındır, təbiət təsvirlərindən, yəni peyzajdan da istifadə olunub. Deməli, məzmununda biz görürük ki, Niftalı Koxa atını örüşünü dəyişir, Əvvəl istəyir ki, atını yəhər yüyəni də götürsün, əvvəllər olduğu kimi arxın suyu ilə atın belini də yusun, amma fikrini dəyişir, atı yəhərli örükləyir, hətta biraz da yaxına çəkir. O atın qan-tər içində olduğunu bilirdi, amma əlacı yox idi. Əvvəllər atın örüşünü tez-tez dəyişər, tərləməyə qoymazdı. Hara gəldi, örüklərdi, yəhərini götürərdi, at nəfəsini dərsin, istəsə otlasın,
İstəsə kişnəyib şahə qalxsın. İstəsə mıxı qopardıb ilxıya cumsun. Çox vaxt özü atı minib kürə cumar, onu çimizdirərdi. Amma indi çoxallığa keçəndən sonra səksəkəli idi. Deməli, o çoxallığa keçəndən sonra səksəkəli idi. Dikdirə qalxıb ağacların kölgəsində dayanır, taxıl zəmilərinə baxır, Niftalı kölgəyə salınmış palazlara, döşəkçəyə baxır. Əvvəllər burada uzanıb dincələrdi, amma indi mümkün deyil. Səbəb Niftalı düşünür. Kərəm yəqin ki, Dilican tərəfdə olardı. Söhbət qaçaq Kərəmdən gedir. Olsa da ondan qorxu yoxdur. Çünki Kərəm heç vaxt əli yalan adama güllə atmazdı. Niftalı bircə o qədədən ehtiyat edirdi. Çünki o gədə kənddən gedəndən sonra buralarda kol-kosda dolanırdı. O atdan enir, çəkmələrini soyunur, palazın üstünə uzanır. El yaylağa köçmüş, Niftalı tək qalmışdı. O da tələsirdi ki, iş tez bitsin. Kənddə tək qalmaqdan ehtiyat edirdi. Ən çox da gəlmə Mürşiddən. Mürşid kimdir? Kənddə onun əslini bilən yox idi. Lap çoxdan Niftalı gilin doqqazında üstü başı yamaqlı, acından hülqumu qalxıb enən bir oğlan dayanmışdı. Əlində əsa, çiynində heybə, başında tükü tökülmüş papaq vardı. Səsküyə bayıra çıxırlar. Niftalının atası, "Abala, kimsən?" deyə soruşur. Sir sifətindən bura adamı olmadığı anlaşılır. Kim ola bilərdi? Müəllif fikri. Burada artıq bu müəllifin fikridir, uşaq diqqətli olun. Ya düşmənini öldürüb qaçıb buralarda gizlənir, ya da bir parça çörək üzündən çöllərə düşüb. Bu adam öldürənə oxşamır. Yəqin başqa əmması var deyə düşünən Niftalının atası olur. Əslində kişinin oğlanına xoşu gəlməmişdi. Gələn adam qaçqınam, heç kimim yoxdur deyir. Ata ona buranı kimin nişan verdiyini soruşur. Heç kim, özüm gəlmişəm cavabını alır. Adının Mürşid olduğunu deyir və elə o gündən kənd arasında gəlmə Mürşid adı ilə tanınır. Mürşidin gördüyü işlər, o əvvəl mala baxır, sonra əkin-biçinə gedir, Niftalı ilə dostlaşıb lap qardaş olurlar. Atası öləndən sonra Niftalı ona torpaq verir. Atası vermir, o verir. Niftalı verib. Köməkləşib daxma da tikiblər. Malqaradan pay da ayırıb verib. Bir at da bağışlayıb. Qohum qızlarından birini də alıb. Mürşidi ev-eşik sahibi elədi. Mürşid diribaş idi. O əlinə maya salıb Tiflisə, Gəncəyə ayaq açdı. Dolanışığı yaxşılaşdı, özü də gümrahlaşdı. Bir gün Niftalı onun arvadını incitdiyini eşitdi. Həftələrlə evə gəlmir. Şəhərdə kefdə damaqdadır. Uşaqlarına baxmır. Mürşidi yanına çağırır, amma gəlmir. Bir gün rastlaşırlar. Aralarında gərgin söhbət gedir. Mürşid kobud cavablar verir. Niftalı əsəbləşib deyəsən gözünün ayağının altını görmür. Nətə zavalandın deyir. Sonra arvad uşağına əl qaldırırsan özündən küs. Əl qaldırsan özündən küs. Sözlərinə Mürşid qələt eləyərsən, keçmişini də yanına alarsan cavabı verir. Niftalı qamçını qaldırır. Mürşid yerə yıxılır. Niftalı onun yolunu kənarına sürür, xəncəri çıxar. Amma Mürşid yalvarır. Qələt eləmişəm, məni öldürmə, balalarım var deyir. Niftalı qurban ol evdəkilər deyib ondan əl çəkir. Mürşid sakitcə qalxıb ata minir. Biraz uzaqlaşandan sonra dönüb Niftalı, yaxşı Akoxa, bu hayf səndə qoysam kişi deyiləm deyib qaçır. Namərddir də, ona görə namərd gülləsi. Səhər Niftalı eşidir ki, Mürşid kənddən qaçıb. Bundan sonra müəllif Niftalını bir qədər keçmişindən söz açır. Niftalı çox olandan sonra istər-istəməz xətrə dəyməli olurdu. Divan dərədən uzaq olmağa çalışır, lakin onu axtarıb tapıb danlayırdılar. Səbəbi filan oğrunu niyə tutmamısan, filan qaçağı niyə çörək veriblər, qaçaq Kərəmin kürdən keçib yaylağa getməsi niyə icazə veribsən? Ona görə Niftalı el o belə üz-göz olurdu. Vəzifə boyunduruqdur. Ya gərək dözəsən, ya da gərək onları da özünlə birgə tökəsən kürə. Burada müəllif əvvələ qayıdır. Niftalın atını bağlayıb düşündüyü yerə arxın qırağına. Hava çox isti olduğundan Niftalı köynəyini soyunub arxın kənarında oturur. Kür tərəfdən gələn atları görmür. Güllə açıldığını, kürəyin göynədiyini hiss edir. Dönüb baxanda atlardan birini geri dönüb kiməsə qışqırdığını görür və qışqırır. Namərd köpəyoğlu, başqa heç nə eşitmir. İkinci hissədə atdan düşüb özünü Niftalıya yetirən Kərəm, yəni qaçaq Kərəm olur. Kərəm Niftalının başını dizinin üstünə alır. Güllə Niftalının kürəyindən dəyib sinəsindən çıxmışdı. Hələ ölməmişdi. İndi mən neyləyim? Gəncəyə gedə bilmirəm. Tiflisdə də əlim çatmır. Sənə necə kömək edim? Niftalı səsə biraz ayılıb Kərəmi tanıyır. O Kərəmə görə sevinir də. Burada müəlliflə Kərəm Niftalının uşaqlıq dostu olmalarından bəhs edir. Kərəm o günləri xatırlayır. Niftalı Kərəmdən dəstəsinin təzə adamın olub-olmadığını soruşur. Məlum olur ki, Mürşid, həmin bu Mürşid, gəlmə Mürşid, Kərəmin dəstəsinə qoşulmuş. Mürşidi qəda adlandıran Niftalı olur. Kərəm neyləyim? Mənə pənah gətirdi cavabını verir. Niftalı bizə də pənah gətirmişdi. Axırını ki gördün deyir. Niftalı indi arxanın ölə biləcəyini, o dünyaya niskillik etməyəcəyini bildirir Kərəmə. Gözümdən düşmədin, başımı azca yuxarı qaldır deyir.
Niftalı güclə baxır. Adamların arasında mürşidi görür. Kərəmindən xahiş olur. Naqanı çıxarıb Niftalını vursun. Səbəb qoy desinlər ki, Niftalı Koxanı Kərəm öldürüb. Kişini kişi öldürər, qardaş, yada güda yox. Kərəm mürşidi öldürmək istəyir, amma bilir ki, Niftalın adamları onu sağ buraxmayacaq. Əlini murdar qanını bulaşdırmaq istəmir. Kərəm adamlarına onun tüfəngini də, atını da əlindən alın, qovun getsin. Özünüz də atdan düşün, tüfənginizi atın qarşısından asın. Bizi gülləyə də bassalar, əl-ayaq tərpətməyin, kəndə gedəcəyik. Kərəmin aldığı qərar Niftalının meyidini kəndə özü aparacaqdı. Kərəmin düşüncələri: kişinin əlləri üstünə alıb aparacaq, at arxasınca gələcək, qaçaqlar da atların yüyənini əllərinə alıb arxasınca gələcəklər. Bu iş ağır idi. Adamlar onun qabağına çıxacaq, arvadlar vay-şivən salacaq, saçlarını yolacaq, qarğış edəcəkdilər. Bəlkə güllə atan olacaq, divan dərəyə xəbər verəcəkdilər, amma bununla belə kənddə bu cür namətlərin olacağına inanmırdı. Kişini dəfn edəcək, üçünü verəndən sonra dağlara da çəkiləcəkdilər. Kərəm kişinin bədənin soyuduğunu hiss edir, o naqanı çıxarır, astaca düyməni basır. Və beləliklə də bu da əsərin sonu. Yəni buradan artıq bizə əvvəldə də dediyim kimi insanların hansı formada olması, onların xarakteri artıq burada biz gəlmə mürşiddə Niftalı Koxa arasında olan münasibətdən görürük ki, Niftalı Koxa ona hansı şeydə olmuşdu, hətta atasının dövründə atası vəfat edəndən sonra onu əlinə hara çatdırır, amma axırda onun həmin o gəlmə mürşidin onlara elədiyi vəziyyəti isə görürük. Boş-boşuna ona mürşid yox, gəlmə mürşid deyir əsərdə. Bu qədər. İnşallah növbəti video izahda isə mən İsmail Şıxlının Dəli Kür romanını izah edəcəm. Sağ olun inşallah.